Belə bir sual var kommentdə gəlib. Deyin görək, içki məclisinə gedəndə nə olur ki? Haramdır. Bunu başa düşdüm. Bəs yetimin haqqını yemək o nədir? Belə çox eləyirlər şey. Dindar görəndə deyirlər ki, nə olsun ki, dindarsan, yetimin haqqını yeyirsən falan. Yəni dindar görüb yapışdırır ona. Ki, namaz qılmaqla deyil də, bəs yetim haqqı yeməklə. Yəni, xəbər yoxdur adamların kim deyir, nə deyir. Yox, birinci yetimin haqqı yemək olmaz. Yetimin haqqı yemək böyük günahlardandır. Allah Subhanahu buyurur ki, "Və la ta'kulu amvalal yatama." Yəni yetimlərin mallarını yeməyin. Ən böyük günahlardandır. Allah Subhanahu En'am surəsində 12 bizə tövsiyəsi var, vəsiyyəti. Onlardan biri yetim malına yaxınlaşmamaq. Onun nə dəxli var içki məclisinə getməyi, müqayisə eləməyi. İçki məclisinə nə üçün olmaz? Çünki birinci özünüz deyirsiniz ki, içki haramdır. Deməli, haram məclisdir. Haram məclisdir. Bu bir, haram məclisdə oturmaq olmaz. Ola bilsin, içki olmasın, musiqili yer olsun. O da olmaz. Və ya qadınlarla kişilər bir yerdə oturublar. O da olmaz. Əslində, şəriətlə. Mən sizə şəriət nə deyir, onu deyirəm. Təsəvvür edin, toyda isə üçü də birləşir. Sahil toylarında. İçki, qadınlarla kişiləri bir yerdə olması. Yəni, mən başqa şeylərdən danışmıram. Geyim tərzləri və s. Və s. Çox təfsilata varmaq istəmirəm. Və həmçinin də musiqi. Bunlar hamısı dinlə, bizim İslam, bizim müsəlmanlar, bizim dindən haramdır. Haramdır. Bunlar Urus toyları hamısı. Urus indi Avropada qarışıb. Avropa pərəstlər, Avropa aşiqləri, Amerika aşiqləri. Onlar bu saat toylarında indi eşidirəm diskoteka ayrıca eləyirlər cavanlar üçün və s. Bunlar bizə ziddir. Yəni, mən nəyə şahid olam? İndi hətta nəinki dinimizə qarşı ateistlər, deist və s. Avropa aşiqləri, Amerika aşiqləri və s. aşiqləri. Onlar, hətta bizim adət ənənəmizə məsələn toxunurlar. Məsələn, deyirlər ki, bu nədir? Ata gələndə ayaq qalxmaq, bu nədir? Məsələn, bu nədir belə, bu nədir? Başı bağlamaq. Onlar artıq nəinki din? Onlar bizim adət ənənəmizə də artıq toxunurlar. Din bəhanədir. Yəni, biraz oyaq olun, oyaq. Bəli. Şeyh, həmçinin... Yəni, buna bir eşidirik. Şeyh, həmçinin siz çəkdiyiniz misallardan adi avtobusda, o vaxt var idi, uşaqlar, gənclər böyük görəndə ayağa qalxırdılar. İndi onun da təbliği gedir. Hətta valideynlərə görə bəzi kommentlər yazılır ki, mən istəmirəm mənim övladım hansı yaşlı görə ayağa dursun və s. Amma maraqlısı odur ki, yaşlı nəsil buna heç bir qınaq göstərmir. Amma saqqalı görəndə yolda, saxlayıb nəsiyyət edir ki, bu nədir saqqal saxlamısan və s. Bu yabırçılıq da hara gedir bilinmir. Yəni, özləri başa düşmürlər ki, hara gedir. Və kimsə fikirləşir ki, onun ailəsinə nəsə toxunmayacaq, qoy başqalarına nə olur olsun. Elə onun ailəsinə də toxunacaq hər şey. Bu cəmiyyəti islah eləmək üçün köhnə adət-ənənələrimiz var, əxlaqi cəhətdən. Gözəldir. Dinimiz var. Onlara sıxınsaq biz özümüzü qoruyacaq. Bəziləri həyatı Avropada görürlər, Amerikada və s. Səhv fikirlərdə hamısı. Səhv fikirlərdə hamısı cılısı bəzi kanalların, bəzi kitabların, bəzi müfəkkirlərin təbliğatının qurbanlarıdır. Bəli. Məktəbdə sinif yoldaşımın ad günü olur. Hamı onu təbrik edir, mən isə təbrik etmirəm. Buna görə də o məndən inciyir və küsür. Bu halda mən nə etməliyəm? Elhamdülillah. Yox, sən yaxından işləyinə ki, dinimizdə ad günü qeyd eləmək yoxdur. Ad günü qeyd eləmək yoxdur. Mən səni inşallah bayramla təbrik edəcəm, Qurban bayramında, Ramazan bayramında təbrik edəcəm. Hətta hədiyyələşmək olar. Amma sən elə bilmə ki, saymamazlıq kimi bunu başa düşmə. Ki, mən sənə ad gününü təbrik eləmərəm, bunu saymamazlıq kimi başa düşmə. Əgər hələ başa düşürsənsə, səhvsən. Sən bilginən ki, mən müsəlmanam. İslam dinində də bu yoxdur, olmaz. Bu xristiyanlardan, xaçpərəstlərdən keçən adət-ənənələrdir. Bolşeviklərin bizə qoyduğu mirasdır. Lənəhumullah. Ona görə. Yəni, çalış başa sal. Başa düşən olsa, deyəcək çox sağ ol. Başa düşməyən olmasa da, neyini? Yəni, insanların hamısını razı salmaq mümkün deyil. Razı sala da bilməyəcəksən. Hətta Allahdan narazılar var, Peyğəmbərimizdən narazılar, Peyğəmbərlərdən narazılar var. Qaldı gəlir başqa insanlardan, bəli. Təzə namaza başlayan bir qardaşımız sual verir ki, ayağa məhz çəkməyə başa düşmür. Təzə namaza başlayıb bir insan və ayağa məhz çəkməyə başa düşə bilmir. Hesab edir ki, yuyulsa daha yaxşıdır və hər dəfə ya yuyur, ya da məhz çəkəndə şübhəli qalır ki, görsün düz etmədiyim. Bu necə izah eləyər diyor. Elhamdülillah. Bilirsiniz, dastamasın qaydası var. Allah Subhanahu buyurur ki: "Və izə qumtum iləs-salat fəğsilu vucuhakum və eydiyakum ilal-marafiq vəmsahu bi ru'usikum və arjulakum." Allah Teala deyir ki, başınıza məhz çəkin və ayaqlarınıza bir mənada ayənin məhz çəkin, bir mənada yuyun.
Arculakum arculikum. Fətənən kəsilən söhbəti gedir orada. İkisi də səhih qiraətdir. İkisi də gəlib. Lakin biz baxaq Peyğəmbər sallallahu əleyhi və səlləm bunu tətbiq edib necə? Peyğəmbər sallallahu əleyhi və səlləm ayaqlarını yuyardı. Ayaqlarını yuyardı. Məs çəkərdi nə var? Çorabı olsa ya xofu olsa. Xof yəni dəridən bir çəkmədir. Onu geyərdilər. Onun üstə məs çəkərdilər. Yəni ikisi də caizdir. Yumaq da məsdə. Lakin məs corabsız ayağa çəkilmir. Məs corabsız ayağa çəkilmir. Corabsız olsa ayaq təmiz olsa yuyulmalıdır. Yuyulmalıdır. Yox, əgər nəsə örtüb ayağı corab kimi, xof kimi, onda məs çəkmək olar. Yəni şəriət bunu icazə verib. Amma sən məsələn tutaq ki, üstünlük verirsən yumağa, məs çəkəndə qəlbində nəsə qalır? Yox, yine. Amma birdən elə bir vəziyyət ola bilər. Elə bir vəziyyət ola bilər, məsələn, su az olar və ya məsələn səfərdə ola bilərsən, yüngülləşdirib şəriət bizə. Yüngülləşdirib, lakin bir dənə qeydlə, çorab və ya xofun üstündən. Çünki, yəni ayağı nəsə örtüənin üstündən. Çünki ayaq yəlin, yəni əgər çorab olmasa, o yolmalıdır. Peyğəmbər sallallahu əleyhi və səlləm bu Maide surəsi 6-cı ayəni belə tətbiq edib. Aydındır? Aydın. Bəli.